Azərbaycanda qanunsuz saxlanmış bütün şəxslər, o cümlədən etnik ermənilər dərhal azad olunmalıdırlar və ədalətli məhkəmə haqlarına tam hörmət olunmalıdır. Bu sözləri Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarı Volker Türk öz çıxışında deyib. O həmçinin bildirib ki, Ermənistanla Azərbaycan arasında davam edən sülh danışıqlarını yaxından izləyir. Ümid edirəm ki, bu danışıqlar dürüstlüyə, normallaşmaya və barışığa yol açacaq. Biz dəstək göstərməyə hazırıq. Volker Türk'ün bu bəyanatına Azərbaycan Xarici İşlər Nazirliyinin sözcüsü Ayxan Hacızadə cavab verib. Sitat: Sülh işi müharibə cinayətləri, etnik təmizləmə, hərbi hücum, işgəncə və digər ağır cinayətlərdə günahlandırılan və ya təqsirli bilinən şəxsləri məsuliyyətə cəlb etməyi tələb edir. Statın sonu. Bakıda həbsdə olan separatçı, tanınmamış Dağlıq Qarabağ Respublikasının keçmiş siyasi və hərbi liderlərinin məhkəməsi davam edir. Onların arasında ləğv olunmuş tanınmamış respublikanın 3 keçmiş prezidenti Arkadi Kukasyan, Bako Saakyan və Arayik Harutyunyan da var.